Hər gün minlərlə insan restoranlarda sevdiyi yeməklərin dadını çıxarır. Amma bu ləzzətin arxasında dayanan ən vacib amil təhlükəsizlikdir. Hasp restoranlarda qida təhlükəsizliyini qorumaq üçün bütün mərhələləri nəzarət altına alan bir mexanizmdir. Məhsulun qəbulundan tutmuş saxlanmasına, bişirilməsindən müştəriyə təqdim olmasına qədər hər bir addım izlənilir. Bu sistem mətbəxdə hər detalı qaydaya salır. Xam mal qəbul edilərkən keyfiyyət və təmizlik yoxlanılır. Soyuducularda temperatur mütəmadi olaraq izlənilir. Bişirmə zamanı yeməyin daxili temperaturu ölçülür, çiğ və bişmiş qidalar ayrı saxlanılır. Hasp sistemi restoranlar üçün yalnız qayda deyil, etibarlı xidmətin təməlidir. Onun tətbiqi sayəsində hər bir yemək həm dadlı, həm də təhlükəsiz şəkildə süfrəyə gəlir. Müəssisənizi risklərdən qorumaq, müştərilərinizə təhlükəsiz və keyfiyyətli qida təqdim etmək istəyirsinizsə, indi afsi.gov.az saytına daxil ola və ya 13 çağrı mərkəzi ilə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz. Təhlükəsiz xidmətə elə bugündən başlayın.